xeyir, hörmətli səhv üzvlərim. Bugünkü bizim mövzumuz məzuniyyətlə bağlıdır. Ekranda gördüyünüz kimi bununla bağlı mən şərq.az saytına açıqlama vermişəm və açıqlamada qeyd etdiyim məqamlara sizlərin diqqətinə çatdırmaq istəyirəm. Belə ki, müəllim istədiyi vaxt məzuniyyətə çıxa bilərmi? Qeyd edim ki, əmək məcəlləsində bununla bağlı dəyişiklik olub və bildiyiniz kimi əmək məcəllənin 118-ci maddəsinə əsasən müəllimlər 56 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxa bilərlər. Amma 131-ci maddədə edilən dəyişikliyə əsasən 5-ci bəndində göründüyü kimi bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürən razılığı ilə tədris ili ərzində verirlər. Və bu hissəyə diqqət etmək lazımdır. İşəgötürənin razılığı ilə tədris ili ərzində verilir. Bu yay tətili dövründə onsuz da verilirdi, amma dəyişiklik onunla bağlıdır ki, artıq müəllimlərə əlavə bir üstünlük demək olar buna verilir. Bu isə işəgötürənin razılığı ilə tədris ili ərzində. Tədris ili bildiyiniz kimi sentyabrın 15-də başlayır və növbəti ilin iyunun 15-nə kimi davam edir. Yəni bu dövr ərzində işəgötürənin razılığı ilə müəllimə əmək məzuniyyəti verilə bilər. Amma burada diqqət çəkən məqam ondan ibarətdir ki, burada mütləq şərt odur ki, bu işəgötürənin razılığı ilə baş verməlidir. Yəni, əgər müəllim ərzi ilə müraciət edirsə ki, mənə məsəl üçün yanvar ayında əmək məzuniyyətinə buraxılmağına icazə verilsin, bu o demək deyil ki, işəgötürən onu dərhal icra edəcək. Yəni, işəgötürən burada mütləq şəkildə müəyyən məsələləri nəzərə almalıdır. Misal üçün, ola bilər ki, həmin müəllimin dərs, yəni sinifi var və dərs saatı imkan vermir ki, onu yanvar ayında əmək məzuniyyətinə buraxılsın. Yəni, əsaslandırılmış şəkildə işəgötürənin qeyd edə bilər ki, bəs sənin yanvar ayında məzuniyyətə çıxmağın tədris prosesini pozur və ya sənin yerinə biz digər indiki halda müəllim tapıb bu işi icra etmək gücündə deyilik və bu baxımdan yəni tək həmən məqamlar deyil, mütləq şəkildə işəgötürən burada müxtəlif qeydləri nəzərə alaraq bunu təhlil edib sonradan müəllimə razılıq verə bilər. Digər məqam ondan ibarətdir ki, burada işəgötürənin razılığı mütləqdir. Digər o hal ona bağlıdır ki, gördüyünüz kimi 131.5-ci maddədə də razılıqdan əlavə olaraq burada iyul ayında misal üçün artıq tədris ili başa çatıb və müəllim məcburdur ki, iyul ayında gəlsin boş sinifdə də otursun. Bu nə qədər ona özünə sərf edəcək? Bu da düşündürücü məqamlardan biridir. Bundan əlavə qeyd etdiyim kimi burada bu hallar daha çox universitetlərdə
dərs yükü semestrlə üzrə dəyişkən olduğu üçün professor müəllim heyətinə sərf edir. Bu səbəbdən də hesab edirəm ki, baxmayaraq ki, əmək məcəlləsində bu dəyişikliklər baş verib, bunun nə qədər müəllimin özünə sərf edəcək, yenə də sual doğuran məqamlardan biridir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.